Çinin paytaxtı Pekindəki Azərbaycan Ticarət Evində Azərbaycan şərabçılığına dair master-klass keçirildi. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, China Foreign Economic Corporation Science and Trade şirkətinin və Pekindəki Azərbaycan Ticarət Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri iştirak etdi. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bu ölkədə Azərbaycan şərabçılığının təşviqi işləri barədə geniş məlumat verdi. O, zəngin və qədim şərabçılıq ənənəsinə malik olan Azərbaycan şərablarının bir neçə beynəlxalq mükafata layiq görüldüyünü diqqətə çatdırdı. Teymur Nadiroğlu dadı və keyfiyyəti ilə tanınan Azərbaycan məhsullarının, xüsusilə şərabların Çinli istehlakçıların diqqətini cəlb edəcəyinə ümidvar olduğunu dedi. Bugün Azərbaycan şərablarının degustasiyasını keçirdik. Master-klassa qatılanların hamısı real istehlakçılardır və onlar bizim daimi müştərilərimizdir. Onlar Azərbaycan şərablarını yaxşı tanıyırlar. Dadına da bələddilər. Müştərilərimiz mütəmadi olaraq Azərbaycanın müxtəlif şərab brendlərini alırlar. Biz artıq regionda daha çox hansı dadların geniş yayıldığını bilirik və şərab idxalında buna uyğun hərəkət edirik. Çində tanınmış şərab eksperti Kevin Din təqdimatla çıxış edərək Azərbaycan şərabçılığının tarixi, inkişafı və potensialı haqqında məlumat verdi. Bildirdi ki, böyük üzümçülük və şərabçılıq tarixi olan Azərbaycanda üzümün becərilməsinin və şərabçılıq ənənələrinin qədimliyini arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylı artefaktlar və tarixi mənbələr də sübut edir. Tədbirdə həmçinin Azərbaycan şərablarının yüksək keyfiyyətindən, onların istehsalında tətbiq olunan müasir texnologiyalardan bəhs olundu, şərablarımızın beynəlxalq normalara cavab verdiyi diqqətə çatdırıldı. Sonra şərab ekspertinin təqdimatında Azərbaycan şərablarının degustasiyası keçirildi. Tədbir iştirakçılarına müxtəlif şərab növləri təqdim edildi və onların fikirləri öyrənildi. Hazırda bütün dünyada saysız hesabsız şərab növlərinə və dadlarına rast gəlmək olar. Böyük bir şərab bazarı mövcuddur və bu bazarda öz yerini tutmaq çətindir. Bugün burada bir-birinə bənzəməyən şərab növlərinin dadına baxdım. Azərbaycan şərabları haqqında kifayət qədər təsəvvürüm yarandı. Təqdimatda iştirak etmək mənim üçün çox faydalı idi. Əvvəllər Azərbaycan şərabları haqqında çox eşitmişdim, amma dadına baxmamışdım. Bugün belə bir imkan əldə etdim və master-klass vasitəsilə ölkənizdə istehsal olunan şərablar barədə geniş məlumat əldə etdim. Bu şərabları hədsiz bəyəndim, həm dadını, həm də qoxusunu. Qeyd edək ki, Çindəki Azərbaycan ticarət və şərab evlərində, tanınmış marketlər şəbəkələrində və elektron ticarət platformalarında Azərbaycan şərablarının satışı həyata keçirilir.